Dostlar, gördüğünüz kimi 2023-ün Hyundai Santa Cruz'u 2.5 motor. Gördüğünüz kimi maşının zədəsi, kaputu, radiatora, bakavin lajını heç bir şey olmayıb. Maşına lazımdır 2 ədəd fara, bufer, abrisovka, şveller. Maşının bakavin lajında heç bir zədəsi yoxdur. Gördüğünüz kimi. Kapot istəyə uyğun təmir də oluna bilər, dəyişilə də bilər. Maşın 36.300 mil probekdədir. Maşının VIN kodu. Krılonun kantı lazım olacaq. Maşın görürsünüz sol tərəfində heç bir zədəsi yoxdur. Maşının arxa hissəsində buferi burada var, amma bunlar təmirə uyğun deyil, yararlı deyil. Maşının arxa hissəsi və bu hissəsində gördüyünüz kimi heç bir zədəsi yoxdur. Maşına açarsı daxil olma, kör nöqtənin sensoru, gördüyünüz kimi elektron əl əyləci, oturacaqların isidilməsi, palasa tanıması, hər bir şey var. Parça salon, belə bir salonu var. Əziz dostlar, kim istəsə bizlə əlaqə saxlasın, zəhlərinizi gözləyirik. Çox gözəl qiymətdə bu maşını əldə etmək olar.